Salam əziz şagirdlər, biz bugün 5 aprel 2026-cı ildə keçirilmiş 9-cu sinif buraxılış imtahanının suallarına baxacağıq. Hələ 7-ci suala baxaq. 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Əkin sahəsi neçə faiz artdı? 30 hektarı gəlin 100% ilə işarə eləyək. 30-dan 42 hektara nə qədər artdı? 12 hektar. Görək nə qədər artdığını neçə faizdən ifadə eləməliyik də. X faiz, X-i tapmaq üçün nə edirik? 12-ni vurub 100-ə bölməliyəm 30-a. Bu da eləyir 40%, cavab B variantı. 8-ci sual tənasübdür. 3x bərabərdir mənfi 48, x-a bərabərdir mənfi 16 alınır B variantı. 9-cu sual sistem tənliyidir. Harada y varsa yerinə 2x yazaq. 5x plus 2x bərabərdir 21-dirsə, 7x bərabərdir 21-ə, x-a bərabərdir 3 alınmış olur. X-in 3 qiymətini birinci tənlikdə nəzərə alsaq, y bərabərdir 2 vurulsun 3 bərabər olur 6-ya. Birinci x-in koordinatını, ikinci y-in koordinatını yazırıq. 3, 6 D variantına uyğundur. 60-cı sual. Gəlin bunları kəsr şəklində yazmağa çalışaq. 90-da 4k-dan çıxıram. Mötərizənin çönündəki ədəd, yəni 4-ü üzərinə gəlirəm 90-da. K üstü 4-dən çıxıram K-nı. Orta məxrəc əlbəttə ki 90-dır. 40 plus K çıxma 4, üzərinə gəl 10K plus 4 minus K alınır. K-lar və 4-lər islah olunur. Qalır 40, üzərinə gəl 10K bölünsün 90. Düzgün kəsir olmağını istəyirsə, əlbəttə ki sürət məxrəcdən kiçik olmalıdır. Buradan da alınır ki 10K kiçikdir 50-dən, K da kiçikdir 5-dən. K-nın 5-dən kiçik ən böyük qiyməti də 4-dür. 61-ci suala baxaq. Düz xəttdən 4 sm məsafədə olan nöqtədən bu düz xəttdə hər birinin uzunluğu 5 sm olan 2 dənə mayl çəkilib. Maylların oturacaqları arasındakı məsafəni tapmamızı istəyir. Baxın, bu görürsünüz 2 dənə düzbucaqlı üçbucaq alınıb. Pifaqor teoremi ilə baxsaq, hipotenuz 5-dirsə, bir kateti 4 veribsə, o bir katetlərdə 3 olmalıdır və məsafə də 3 plus 3, 6 olur A variantı. 62-ci suala baxaq. Əbob AB 5-dir. A vurulsun B hasili 75 verir. Buradan baxaq ki, hansı ədədlərin hasili 75 eləyər? Məsələn, 5 ilə 15-i seçək. Həqiqətən hasili 75-dir. 5 ilə 15-in də əbobu həqiqətən də 5-dir. Bunların toplayanda da 20 eləyir A variantı. 63 birinci hissə müxtəsər format üsuludur. 4x-in kvadratı çıxılsın 4x kvadratı. Üstə gəlmə 12x bərabərdir 35 yazaq. 4x kvadratlar getdi. 12x bərabərdir 36, x də bərabərdir 3 alınır B variantı. 64-cü suala baxaq. Əsasları eyni olan qüvvətləri vuranda əsas qalır, qüvvət üstləri toplanılır. Bu da bərabərdir. Burada 6 yazılıb. 3 üstü 4A. 3 üstü 4 vurma. A-nın yerinə də 4-də 1 yazsam, 3 üstü 1, o da 3-ə bərabərdir. Yəqin ki, burada da variantı olar. Cavablardan göstərilməyib. 65-ci sualda. Dairənin radiusu 5 dəfə artarsa, onun sahəsi neçə dəfə artar? S bərabərdir. Bilirik ki, dairənin sahəsi 1 kvadratdan hesablanır. Yəni, sahə radiusun kvadratı ilə düz mütənasib asılıdır. Yəni, əgər radius 5 dəfə artsa, sahədə 25 dəfə artmış olacaq. 66-cı sualda AC 7-dirsə, CB də 14-dirsə, AB məsafəsini tapmaq istəyir. Bunları da toplayırıq, edir 21. 67-ci suala baxaq. 2 vurulsun, kökdə 25-dən 5 çıxır. Çıxma kökdə 16-dan 4. Üzərinə gəl 2 vurulsun, kök altında 9-dan da 3 çıxır. Bərabərdir 10 çıxılsın 4 plus 6 eləyir 12. 68-ci suala baxaq. Əbob tapmamızı istəyir. Burada 36, 6 vurma 5 yaza bilərik. Daha doğrusu 36 vurma 5 yaza bilərik. 36-da 6 vurma 6. Ortaqlar 6-dır. Deməli, əbobun özü də 6 etmiş olacaq. Y bərabərdir 5x minus 7 funksiyasının qrafiki üzərində yerləşən və ordinatı 3 olan nöqtənin absisini tapın. Bilirik ki, ordinat deyəndə y nəzərdə tutulur, absis də x-dir. Ordinatı yəni y-i 3-ə bərabər eləyirik. Onda funksiyanın özü də 3-ə bərabər olmuş olur. Buradan 5x bərabərdir 20 alınır, x də bərabər olur 4-ə. 70-ci sualda kubun neçə tili var? Tillərin düsturu 3 ilə hesablanır. 3-ü vuranda 4-ə eləyir 12. Bax, növbəti suala. 71-ci sual. Həsən Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli, Əlinin qazanma ehtimalının 2 mislidir. Burada Həsənə gəlin 14x deyək. Əgər Həsən 14x olsa, Vüqar burada 2x olacaq. Əli isə 7x-ə bərabər olmuş olacaq. Əlinin qazanma ehtimalı deyilsə, aşağı ümumi halları yazırıq. Yəni 23x. Yuxarıda yəni sürətə də əlverişli hallar. Yəni əlinin qazanma ehtimalı 7x-dir. 23-də 7-ni cavab 27 eləyir D variantı. 72-ci suala baxaq. 4 vurulsun, 2 üstü 2 vurma, 3 üstü n, 3 üstü n bölmə 3 vurma, 2 üstü 2 vurma 2 kimi yazırıq. 2 üstü 2 n'lər getdi, 3 üstü n'lər getdi. Bu 3 qalxır yuxarı, 4 vurulsun, 3 bölmə 2 qalır, cavab 6. 73-cü suala baxaq. Diaqramda A və B çoxluğunun elementləri sayı haqqında məlumat verilmişdir. 4
n a çıxılsın b bərabərdir n a birləşmə b-yə. Yəni a çıxma b bizdə nəyə bərabərdir? 2x plus 8-ə. Bərabər eləyirik. Birləşmələrin sayı da buradakı bütün elementlərin sayını toplayırıq. Eləyir 4 plus 3, 7, 9x üzərinə gəl 14. Buradan da x tapmalıyıq. 8x plus 4 8-in neçə eləyir? 32 bərabərdir 9x plus 14-ə. X bərabərdir 32-dən 14 çıxanda qalır 18. X 18-dirsə b çıxma a. B çıxma a da bizdə 4x plus 5-dir də. 4-ü vururam 18-ə, üzərinə gəlirəm 5. 4-ü 18-ə vuranda 72 plus 5 eləyir cavab 77. 74-cü sual. Tam düşməyib. Baxaq 75-ci suala. ABCD düzbucaqlısında AIM perpendikulyarda DM'dir. AIM 6, AB 6, AIM 12 olarsa ADM'in dərəcə ölçüsünü tapın. AB-yə 6 yazaq, AM-ə 12 yazaq. Gəlin. Burada düzbucaqlı üçbucaq yaranır da əlbəttə ki. Və 90 dərəcəli bucaq qarşısında dayanan tərəf 12-dirsə, 30 dərəcə bucaq qarşısında dayanan tərəf, yəni 12-nin yarısı 6 ildir. B çıxır ki, bu bucaq 30 dərəcədir. Avtomatik burada qalır 60 dərəcə. 30, 90, 120, 180 tamamlamaq üçün bura yenə 60 qalır. Bura 90-dırsa bura 30 qalır. Bunu da 90-a tamamlamaq üçün ADM-in dərəcə ölçüsü 60 dərəcəyə etmiş olur. 76-cı suala baxaq. Rəhim birinci gün kitabın 40%-ni, ikinci gün 5%-ni, üçüncü gün isə 110 səhifə kitab oxudu. Kitabın neçə səhifə olduğunu tapın. Buradan hesablasaq 45x bərabərdir. X çıxılsın 110-a, tənasüb üçün vurub açanda 45x bərabərdir 100x çıxma 100 vurulsun 110. 55x bərabərdir 100 vurulsun 110-a. 55 ilə 110 ixtisar getdi 1, 2. X da bərabər olur 200 səhifə, yəni kitabımız 200 səhifədən ibarət imiş. Baxaq növbəti suala, 77-ci sual. Bərabərsizliyin ən kiçik tam həllini tapmamızı istəyir. Deməli, baxaq 3 çıxılsın kökdə 10 ədədinə. Bu ədəd mənfi ədəddir. Çünki kökdə 9 kiçikdir kökdə 10-dan. Ona görə də bunları biz burada ixtisar edə bilərik, amma bərabərsizliyin işarəsini dəyişəcəyik. Yəni x böyükdür 5,5-dən. 5,5-dən də böyük ən kiçik tam ədəddə 6 etmiş olur. Baxaq, 78-ci sual. Düz xəttli yol boyunca 85 ağac əkilmişdir. Hər qonşu iki ağac arasındakı məsafə bərabərdir. A və B ağaclar arasındakı ağacların biri C idi. A və C ağaclar arasındakı məsafəni C və B ağaclar arasındakı məsafəyə nisbəti tutaq ki, bu C ağacıdır. 3-ün 4-ə nisbətindədir. 3K buradayı, 4K buradayı da. C ağacı A-dan başlayaraq neçənci ağacdır? 85 ağac əkilibsə, onlar arasındakı məsafə ağacların sayından bir qayda az olmalıdır. Yəni 3K-nın 4K-nın cəmi mən bərabər eləyə bilərəm 84-ə. 7K bərabərdir 84-ə, K da bərabərdir 12. Deməli, K 12-dirsə, K-nın yerinə 12 qoyanda 36 eləyir. Buradakı məsafə 36-dır. Deməli, C-də 37-ci ağacdır. Baxaq 80-ci sualda. 80-ci sualda sahəsi düsturu ilə verilən düzbucaq formasında metal lövhədən sahəsi düsturu ilə verilən düzbucaq formasında hissə kəsildi. Şəkildə verilənlərə əsasən hissənin enini x ilə ifadə edin. Ümumi hissənin sahəsi S2-dir. Əgər mən bu hissənin sahəsini tapmaq istəyirəmsə, ümumi dördbucaqlının sahəsindən S1-i çıxmalıyam. Yəni S2-dən S1-i gəlin çıxar. Burada qalır 2x kvadratından x kvadrat çıxanda qalır x kvadratı. 8x-dan 12x çıxanda qalır -4x. 16-dan da 12 çıxanda plus 4k. Bərabər olmalıdır. Bura x minus 2-dirsə, burada x minus 2-dir. N vurulsun x minus 2-yə. Belə çıxır ki, n vurulsun x minus 2 hasili bərabərdir x minus 2-nin kvadratına. Kvadratla x minus 2 getdi, n bərabər oldu x minus 2. M-i də x-la ifadə edildir. M x minus 2-yə bərabər olmuş olur. Baxaq 81-ci suala. Tənliyi ilə verilmiş teoremin daxilinə çəkilmiş kvadratın sahəsini tapmamızı istəyir. İlk növbədə gəlin burada tam kvadrat ayıraq. X kvadratı plus x üzərinə gəl 0,5-in kvadratı, yəni 0,25 üzərinə gəl y kvadratı minus 5y üzərinə gəl 6,25. Bunları əlavə etdiyimizə görə bunların cəmini çıxırıq, yəni 6,5 çıxırıq, bərabər olur 29,5-ə. Tam kvadrat ayırsan, birinci x plus 0,5-in kvadratıdır. Üzərinə gəl ikinci y çıxılsın 2,5-in kvadratıdır. Bərabərdir 29,5 üzərinə gəl 6,5. Bu da neçə eləyir? 36. Belə çıxır ki, cəbrən tənliyinə əsasən y-in kvadratı 36 olmalıdır. Y də bərabər olur 6-ya. Radiusu 6 olan çevrənin daxilinə kvadrat çəkilibsə, həmin bu çevrənin diametri, yəni 12, kvadratın diaqnalı olacaq. Diaqnalı 12 olan kvadratın tərəfi də, yəni kökdə 2 dəfə azdır da. Kökdə 2-yə bölürük tərəfi tapmaq üçün. 12 də kökdə 2-yə böləndə qalır 6 kökdə 2. Tərəfi 6 kökdə 2 olan kvadratın sahəsi isə 36 vurma 2, yəni 72-yə bərabərdir. Bu qədər.